Deməli, sizə bir detallı göstərmək istəyirəm. Görürsünüz, bu budaq qırılıb. Qırıldığına görə üstündə hələ gül var. Bütün bağ meyvədədir, gül söhbəti bağlanıb, amma bu qırıq budaqda gül var. Deməli, səbəb nədir burada? Gülün olmasının səbəbi nədir? Bunun səbəbi, ora normal bir qidanın zamanında, vaxtında və yaxud da yetərincə təmin edilməməsi. Bax, eyni şeyi burada da göstərirəm sizə. Bax, görürsünüzmü? Qırılıq budaq və qida ona yetərincə gəlmədiyi üçün çiçəklər nə qədər gecikib və tutumda yoxdur. Zaten bu bağımız ən zəif bağımızdır. Burada tutumumuz da ümumi zəifdir. Belə ortalamadır. Sözüm nədir? Yəni, ümumi indi fikirləşin, bir budaq sizə verdiyi informasiya o deməkdir ki, ağacın özünün də yetərincə qidası olmayanda onun da çiçəkləri zəif olur, gecikmələr baş verir, müxtəlif anormalıq. Yəni, qidanın əhəmiyyətini izah eləmək istəyirəm. O bir budaq, o qidanın ağac üçün nə qədər önəmli olduğunu göstərir. Yəni, o qırıq budaq deyir ki, əgər qırıq budaqda bu qədər zəiflik göstərirsə, deməli, ümumi ağacda da qida çatışmamazlığı yaranarsa, orada da meyvə tutumu deyim, çiçək gecikməsi mi deyim, bunların hamısı baş vermə ehtimalı çoxdur. Ona görə çalışın, bitkinin düzgün qidasını apalikodan verirsiniz, amafosdan verirsiniz, nədən verirsiniz verin, Allah canınızı sağ eləsin. Amma vaxtında verin, yəni vaxtında, yəni avqustda verin, sentyabrda verin. Daha gətirib yanvarda, fevralda, qışıncı vaxtında və yaxud yazda meyvə yetişmək istəyən vaxtı vermək məntiqli bir yanaşma deyil. Yəni, o tip budaqlara baxanda adam anlayır ki, bu qida ağac üçün nə qədər əhəmiyyətlidir. Belə. Gördüyüm detallardır, daha hərdən bir rastlaşıram, sizlə də bölüşmək istəyirəm. İstəyirəm ki, əslində bunları sizlə bölüşmüşəm. Sadəcə indi əsaslandırıram ki, yəni baxıb biləsiniz ki, həqiqətən qidanın bağda önəmi nədən ibarətdir.